Bismillahirrahmanirrahim. Qaldığımız yer buradan ibarətidir ki, biz ötən dəfələrdə insanın özü ilə münasibətlərini aydınlaşdırmalı olduğunu qeyd etdik və qeyd etdik ki, mübarək Ramazan ayı bir fürsətdir ki, insan özü ilə, digər insanlarla və ən əsası Allah Mütealla münasibətlərini aydınlaşdırsın. Aydınlaşdırmaq dedikdə də bu mənada ki, yəni insan Allaha doğru istəsə də, istəməsə də bir yol getməkdədir. Amma nə xoş o bəndənin halına ki, o Allaha doğru şövq və məhəbbətlə yol gedər. Yəni, mübarək Ramazan ayı mərifətə çatmaq, insanın Allahı tanımasına çalışmaq baxımından Allah Mütealla'nın verdiyi ən böyük fürsətlərdən biridir. İndi bu mövzumuz da bizim kamillikdir. Yəni, münasibətlər dedikdə kamillik ilə nə əlaqəsi var sualını vermiş olsaq, Allah Mütealla istəyir ki, onun yaratmış olduğu yeryüzünün xəlifəsi olaraq missiya qoyduğu insan kamil insan olsun. Bəs yaxşı, bu kamilliyin insanlarla əlaqə baxımından nə kimi əlaqəsi var ki, insan insanlarla yaxşı davransa, bunun kamilliyə nə bir əlaqəsi var? Nə kimi burada bir əlaqə, bağ var? Qur'an-ı Kərim deyir ki, Bismillahirrahmanirrahim, La ta'buduna illallah. Deyir ki, Allahdan qeyrisinə ibadət eləməyin. Və bil valideyni ihsana, valideynlərinizə qarşı yaxşılıq eləyin. Sonra sadalayır ki, yaxınlarınıza, yetimlərə, yoxsullara yaxşılıq eləyin. Və sonra da deyir ki, və qulu linnasi husna, insanlarla xoş danışın. Bu Allahın əmridir. Və bu Allahın həmin əmridir ki, Bəqərə surəsində Allah deyir ki, biz Bəni İsraildən əhd-i peyman aldıq. O əhd-i peyman nə idi? Bu idi ki, dedik ki, Allahdan qeyrisinə ibadət eləməyin, valideynlərinizə yaxşılıq eləyin, yoxsullara, yetimlərə, qohum-əqrabaya yaxşılıq eləyin və qulu linnasi husna, insanlarla yaxşı danışın. Və sonra deyir ki, və aqimus-səlah və atuz-zəka, sonda deyir ki, namaz qılın və zəkat verin. Demək, bu göstərişlər o qədər önəmlidir ki, Allah sadalayır və deyir, biz bunu Bəni İsraildən əhd-i peyman aldıq. Düzdür, ayənin sonunda deyir ki, çox insan bu əhd-i peymandan döndü, hətta deyir ki, siz elə dönüksünüz, yəni bu əhd-i peymanı pozdu. Görün, burada nə qədər önəmlidir ki, Allah deyir ki, insanlarla xoş danışın. Və demir, insanlarla öz mənfəətiniz üçün xoş danışın. İnsanlarla insan olduğu üçün xoş danışın. Xoş davranın. Elə onun insan olmağı qarşı tərəfin kifayətdir ondan yaxşı davranmağa. Yoxsa gözləmə, mənim ondan bir mənfəətim var, ya mən işçiyəm, o müdürdür. Hansısa dünyəvi maraqlar üçün yox, Allahın razılığı üçün. Ona görə İmam Əli əleyhissalam buyururdu ki, insanlarla elə yaşayın ki, elə keçinin ki, dünyadan köçəndə sizin üçün ağlasınlar. Və deyir ki, həyatda qaldığınız zamansa sizə məhəbbət göstərsinlər. Bəzən insanlar bunu çaşdırır. Burada bu qəsd olunmur. Elə hamının maraqlarına uyğun bir insan ol. Hamı da sənə desin ki, bu nə yaxşı insandır. Elə yox. Sən Allahın maraqlarına uyğun insan ol. Sənin belə olduğu halda sənin düşmənin də ola bilər. Amma bu ilahi mövzular xaricində adi, primitiv məsələlərə gələndə insan olmağa çalış. Yaxşı davranmağa çalış. İndi Allah nəyə ağ deyibsə, sən ağ deməlisən. Yox, filan kəsin xətri qalmasın, mən ona xatir qara deyim, Allahın razılığını onun razılığına dəyişim, belə olmasın. Əsas önəmli olan Allahın bizim üçün təyin elədiyi haqq olan məsələlərdir. Amma bunun xaricində insanlarla elə davranmaq lazımdır ki, xoş münasibət göstərmək lazımdır. Kamillik də budur ki, insanlarla xoş davranasan, amma mənfəətini onlardan gözləməyəsən. Ümumiyyətlə, mübarək Ramazan ayının bir xüsusiyyəti budur ki, məsələn, sübh namazından axşam namazına kimi bizim üçün qadağandır da, fiziki nələrsə yeməkdir, fiziki baxımdan nələrsə qəbul eləməkdir, olmaz. Bunun mənəvi tərəfi də var. Necə ki, xaricdən bir şey qəbul eləmək olmaz müəyyən saatlar ərzində, elə o baxımdan da mənəvi düstur da budur ki, insan bu mübarək Ramazan ayının günlərində necə ki, bir yemək yemir, xaricdən bir şey qəbul eləmir, xoş o bəndənin halına ki, o həmin müəyyən saatlarda da öz daxili ilə, belə deyək, məşğul ola bilsin. Xaricdən bir çox söz qəbul eləməsin, özü öz daxilinə düşsün. Özü ilə münasibətini aydınlaşdırsın.
Mübarək Ramazan ayının əsas mənası budur. Özünüzlə münasibətləri aydınlaşdırın. Ona görə Mövla buyururdu ki, kim özünü tanısa Allahı tanıyar. Bu da bizim üçün bir fürsətdir. Amma kamillik dedikdə də kamillik bir o qədər çətin məsələ deyil. Allahın bizi yaratmaqda elə əsas hədəfi bizim kamil insan olmağımızdır. Amma biz bəzən bir çox şeyləri yerində axtarmırıq. Məsələn, gedirsən, deyəsən, aptekdə işləyən birinə ki, bəs salam, sizdə çörək var, deyər ki, sən düz yerə gəlməmsən. Gedib bir dükana girərsən, deyərsən ki, bağışlayın, sizdə məsələn, filan dərman var, deyər, düz yerə gəlməmsən. Nəyi harda axtarırsan, bu çox önəmlidir. Bir çox insan var ki, məsələn, xoşbəxtliyi axtarır, ötəri ləzzətdə. Xoşbəxt ola bilmir. Bilirsiniz niyə? Çünki doğru yerdə axtarmır. Bir də ömrünün axırında yadına düşür ki, səndə mən düz yerdə axtarmadım. Ömür də keçir. Bir də var, adam məsələn, xoşbəxtliyi axtarır, Allahın xoşbəxtliyi qərar verdiyi yerlərdə. Məsələn, məscidlərdə. Məsələn, müqəddəs hərəmlərdə. Məsələn, Beytullahda, Allahın evində. Onda xoşbəxt ola bilir. Kamil insan da o insandır ki, bəli, insanlarla yaxşı davranacaq, xoş münasibət göstərəcək. Bunun kamilliyi ilə əlaqəsi budur ki, biləcək ki, bu insanlar mənim üçün bir o qədər önəmli deyil. Mənim üçün önəmli olan Allahdır. Mən Allaha görə yaxşı davranıram. Yoxsa nə çox adam var ki, o çox yaxşılığa layiq deyil. Nə olsun? İmam Rıza əleyhissalam buyururdu ki, yaxşılığı hər bir halda elə, əlbəttə əhlinə eləyə. Elə olmasın ki, sən yaxşılıq eləyəsən, %100 əminsən ki, qarşı tərəf sənə pislik eləyəcək. Belə olmasın. Deyir, yaxşılığı elə. Əgər o qarşı tərəf ona layiq deyilsə də, bil ki, sən ona layiqsən. Sənin ona layiq olmağın kifayət eləyər. Bəli, amma insan da nankördür. Allah Müteala buyurdu ki, İnnəl insane li rabbihi ləkənud. Həqiqətən insan Rəbbinə qarşı nankördür. Yəni, bu nankörlüğü unutmayaq, ha? İnsanlarda bu cəhət var. Bunları bilirsiniz, biz nəyə görə bilməliyik? Sonra bizim əfsuslarımız olmasın da. Sonra, ay mən bilmirdim, xəbərim yoxdur. İndi Allah tanıtdırır da. Qur'an insanın psixoloji portretini insana verir. Yoxsa məsələn, Qur'an-ı Kərim deyir ki, Yusabbihu lillahi ma fis semavati və ma fil ard Əl-Məlikül Quddusil Azizil Hakim. Deyir, göylərdə və yerdə nə varsa, pak, yenilməz, qüdrət sahibi olan, mütləq yaradan olan Allah Müteala daima zikr eləyir. Yerdə və göydə nə varsa Allah zikr eləyir. Bir dənə insandır ki, insana gələndə görürsən ki, deyir, yox, halım yoxdur. Yox, mənim hələ indi vaxtım deyil. Görürüz, deyir ki, xüsusi bir dəvətnamə gələcək. Halbuki Allah Qur'an-ı Kərimdə 6000-dən çox mesaj göndərib ki, sən mənim üçün maraqlısan. Ay insan, sən ki, ötəri olan insanların diqqətini cəlb eləmək istəyirsən, bunlardan uzaqlaş. Sən mənim üçün maraqlısan, səni mən özüm üçün yaratmışam. Səni mən özüm üçün yaratmışam, sənə fürsətlər vermişəm. Mübarək Ramazan ayı vermişəm. O ayda iftar saatı qərar vermişəm ki, sən sevinəsən. Sənin də sevincin, Həzrət Peyğəmbər buyurur ki, 2 cürdür. Biri iftarı açan zamandır, digərini isə qiyamət günü biləcəyik. Sənə qədr gecələri vermişəm ki, səni bağışlayayım. Sənə nə qədər fürsətlər vermişəm. İndi nə var, Allah bizi təmənnası sevir deyə biz bu sevgini başa düşmürük. Biz öyrəşmişik, bizi kimsə təmənnalı sevsin. Nəyinsə qarşılığında sevsin. Görməmişik axı. İndi Allah bizi təmənnası sevir. Bu bilirsiniz nəyə oxşayır? Bir nəfər ailədə əgər sevgisiz halda böyüyübsə, onun daxilində bir sevgi ehtiyacı olur. Həmişə də bir nəfər ona sevgi göstərsə, o yan bu yana artıq iradəsi zəif olacaq. Təmənnalı olsa belə yolundan çıxacaq. Niyə? Çünki sevgi ehtiyacı var. Allah da insana deyir ki, sənin sevgi ehtiyacını mən ödəyirəm. Mən ödəyirəm. Amma sən insanlarla işin olmasın. Yaxşılıq elə olara. Bir arifdən soruşdular ki, ən pis an hansı andır? Dedi, ən pis an o andır ki, sənin əlində yaxşılıq eləməyə fürsət olur. Sən yaxşılıq eləmirsən. Ən pis an o andır. Deyir, ondan da daha pisi bu andır ki, sən yaxşılıq eləyirsən, onun əvəzini elə insanlardan gözləyirsən. Bu daha pis andır. Allahdan gözlə. Hətta İmam Sadiq buyururdu ki, Sələsun min məkərimid dünya vəl-axirə. Deyir, 3 dənə cəhət var, xislət var ki,
dünya və axirətin gözəl əxlaq nümunələrindəndir. Hansılardır? Ağa buyururdu ki, təəfu əmmən zələmək. Deyir, sənə zülm eləyəni əfv eləmək. Və təsilu mən qata'ak. Səninlə əlaqəni kəsmiş şəxslə əlaqə yaratmaq. Bir nəfər səndən əlaqəni kəsir, indi Allaha görə olubsa o ayrı məsələdir, ən son məsələdir. Yox, indi adi bir dünyavi məsələ idi də, indi o başa düşmədi, sən başa düşmədin. Deyir, o səndən əlaqəni kəsirsə, sən ondan əlaqəni bərpa elə. Və təhlumu izə cühilə aleyk. Deyir, sənə qarşı nadanlıq eləyən kəs ki var, ona qarşı dözümlü ol. Bir mənada onun kimi olma. Sənə pislik eləyiblər, mən də ona pislik eləyim, bu Allahın bəndəsinə yaraşmaz. Bu o deməkdir ki, sən hələ könül bağın hələ formalaşmır. Hələ qəlbin qəlb halına gəlməyib. Gəlsəydi, necə ki, ağa İmam Əli əleyhissalamın həyatına diqqət edəsək, İslamın əvvəli doğdu, sonu doğdu. Görürük ki, Xəndək döyüşündə ki, belə deyək, o düşməni ki, onun üzünə tüpürdü ki, bəs onu öldürsün. O dövrə vurdu İmam Əli əleyhissalam ki, öldürmədi. Sonra soruş ki, bəs niyə məni indi öldürürsən, bayaq dövrə vurdun, öldürmədin? Dedi, mən bayaq öldürsəydim üzümə bunun alayıq hərəkəti eləyəndə, onda mən bunu öz razılığım üçün eləyərdim. Amma səni indi öldürürəm Allahın razılığı üçün. Bəli, biz qəbul eləməliyik ki, o İmam Əli əleyhissalamda onun tayı bərabər yoxdur Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra. Amma əlbəttə biz də onun belə deyək, şiəsi olduğumuzu iddia ediriksə, bu iddianın birinci göstəricisi budur ki, yadımıza düşsün. Bizə bir nəfər nadanlıq eləyəndə yadımıza düşsün. Heç olmasa yadımıza düşsün. Yadımıza düşsün ki, mənim ağalarım belə eləyib. Biraz özümüzü sıxaq da, yavaş-yavaş bunu özümüzdə bir cəhət kimi, xüsusiyyət kimi formalaşdıra bilərik. Və bundan da əlavə olaraq Allah Mütəal bu ayda bizə bir imkan verib ki, məsələn, elə bir ki, bir məntəqəyə getməliyik, bizim nəqliyyat vasitəmiz bizi aparacaq məsələn 10 günə. Bir də var, yox, bir məntəqəyə getməliyik, xüsusi bir fürsət olub ki, elə bir nəqliyyat vasitəsidir ki, o bizi aparar 2 saata. Kamilliyin yolu da bu ayda belədir. Bir ildə gedəcəyimiz, 10 ildə gedəcəyimiz yolu Allah bizə fürsət verib ki, bir ayda gedə bilək. Bizim belə mehriban Allahımız var. Məsələn, bu ay barəsində bir hədisdə deyək inşallah ki, Həzrət Peyğəmbər deyirdi ki, amma bu da özlüyündə çətin məsələdir. Asan görünsə də çətindir. Həzrət buyurdu ki, Cabir ibn Abdullah Ansariyə dedi ki, ey Cabir, deyir, bu mübarək Ramazan ayıdır. Kim bu ayın gündüzlərini oruç tutsa, gecələrini ibadət eləsə və özünü, övrətini haramlardan qoruyub iffətini saxlasa, dilini günahlardan qorusa, bu aydan çıxdığı kimi günahları da təmizlənər, günahları da ondan çıxar. Cabir dedi ki, ey Allahın Rəsulü, bu nə gözəl sözdür. Həzrət Peyğəmbər də buyurdu ki, ey Cabir, bu necə də çətin şərtlərdir. Asan şərtlər deyil. Çətinliyi də var. Adamlar görürsən ki, neçə saat məsələn ac qalıb, Xanım Zəhra salamullah əleyha buyururdu ki, nə çox adam var ki, onun oruç tutmasından elə ona qalan aclıqdır. Başqa heç nə. Vay o bəndəndə halına. İndi Allah da bizə deyir ki, siz ki oruç tutursunuz, indi o şərtləri ilə bir yerdə həm maddi, həm mənəvi. Amma bilin ki, özünüzü qorumağınız çətindir, asan deyil. Görürsən ki, iftara bir 5 dəqiqə qalmış, bir hadisə baş verər, bütün gün ərzində səbr eləmişsən, dözmüsən, orada özünü saxlaya bilməzsən. Olur da. Ölüm üçün də belədir. Ya, görsən insan özünü qoruyur, ölüm zamanında bir hadisə olur ki, nə çox adam var ki, özü Quran oxuyan olub, ömrünün sonlarında böyük alimlərdən var ki, deyir ki, nə çox adamlar görmüşük ki, ömrünün son anında Qur'ana qarşı nalayiq sözlər deyə dünyadan köçür. Yəni, bir göz qırpımında özümüzü qorumasaq, bilək ki, həlak ola bilərik. Və əgər özümüzü qoruya bilsək, Allah Mütəalın ki, kamil insan ideyası var, biz ona çata bilərik. Elə Allahın bizlə bütün iş gücü budur. Allah bizdən nə istəyir ki? Ki, biz Allaha bəndə olmayıb, neyi neyəcəyik ki? Həqiqətən indi görün ki, nə qədər belə deyək, o adamlar qəflətdədir ki, Ramazan ayında indi tuta bilmir də. Görürsən ki, açıqda yeyir, içir, hörmətini də saxlamır.
Görün nə qədər qəflətdədir. Həzrət Peyğəmbərdən hədis var ki, bu aya digər aylar kimi yanaşmayın. Bu ayın, mübarək Ramazan ayının öz cəhətləri var. Bu aya digər aylarla bircə yanaşmaq bu aya qarşı hörmətdən deyil, yaxşı hərəkət deyil. Ona görə bilək ki, bu mübarək Ramazan ayında ümumiyyətlə bizim imtihanlarımız daha çoxalır. Bəli, şeytanın bizdən işi olmur, amma nəfsimizin bizdən işi, gecə-gündüz bizdən işi var. Həmişə deyir ki, mənim işim gücüm səndəndir. Adicə məsələn söhbətə başlayanda, indi açıq bir səmimi etiraf edeyim də, mən biraz boğazıma görə narahat edim ki, necə danışacağım. Bir də gəldim, gördüm ki, ümumiyyətlə mikrofon işləmir. İmtihan edir də, imtihan edir ki, görürsən sənin reaksiyon necə olacaq? Görün, mənə görə məsələn, özünü çətinə sala bilirsən, yoxsa necə? İndi olur da. Sonra elə ki, sən deyirsən, Allahım, mən sənə görə hər şeyə razıyam, elə ki, dedim, mən sənə görə hər şeyə razıyam, razılıq halından sonra sən hər şeyi verir. Həzrəti Yaquba Yusufu nə zaman qaytardı? Həzrəti Yaqub razı oldu ki, Yusuf onun əlindən çıxa bilər. Yoxsa nə qədər ahnalı eləyirdi? Heç nə olmurdu. Allahdan razı olmağı bacarmaq lazımdır bu ayda. Və bu mübarək Ramazan ayının bir cəhəti də ondan ibarətdir ki, biz digər insanların da halını anlaya bilək. Biz haldan anlaya bilmirik. Biz elə həmişə 11 ayda özümüzü düşünürük. İndi heç olmasa indi məsələn düşünürük ki, sən demə, belə deyək, ən belə primitiv, sadə bir şey deyək də, sən demə bu ac qalmaq biraz çətinmiş. Hələ bu cüzi bir şey deyək. Bundan sonraları var. Ən belə birinci yol budur ki, sən demə, bəli, digər insanların da halından anlamaq lazım imiş, mən anlamamışam. Allah Müteala'dan istəyir ki, Allah Müteal bu mübarək Ramazan ayına xatir bizi bağışladığı bəndələrdən qərar versin inşallah. Allahdan istəyir ki, Allah Müteal övladı olmayanlara salih övlad nəsib eləsin inşallah. Allah Müteala'dan istəyir ki, Allah Müteal bizi öz gözümüzdə kiçiltməmiş, başqalarının gözündə ucatmasın inşallah. Allah Müteala'dan istəyir ki, Allah Müteal inşallah ki, kimlər ki, dünyasını dəyişib onları qəriq rəhmət eləsin inşallah. Kimlər ki, yaşayırlar, amma xəstəlikləri var ki, müəyyən səbəblərdən oruç tutmurlar. Allah onlara nəsib eləsin və inşallah onlar da oruç tuta bilsinlər inşallah. Allah Müteala'dan istəyir ki, Allah Müteal bu mübarək Ramazan ayında dünyanın hansı ki yerlərində müsəlmanlara qarşı zülm olunur, insanlara və insanlığa qarşı zülm olunur. Allahdan istəyir ki, tezliklə bu zülmü bitirsin inşallah. Allah Müteala'dan istəyir ki, bu mübarək Ramazan ayına xatir bizi zəmanənin imamının xidmətçilərindən qərar versin inşallah. İtaat və ibadətlərimizin qəbulundan ötəri, zəmanənin imamının salamatlığından ötəri, Peyğəmbər və Ali Peyğəmbərə salavat etsən eləyə inşallah.